Doğulmamışdan qabaq qızlarının talihini yazan bir ata. Richard Williams. ...1980-ci ildə Richard Williams televiziyada Romaniyalı bir tenisçinin turnir qazanaraq $40.000 pul mükafatı qazandığını gördü. Bu məbləğ onun bütün bir ildə qazandığından daha çox pul edirdi və həmin an hər şey dəyişdi. Televiziyanı söndürdü, bir kağız və bir qələm götürdü və tam 78 səhifəlik bir plan yazdı. Onun yeganə məqsədi hələ doğulmamış qızlarının bir gün dünya tenisində zirvəyə çıxması idi. Amma kiçik bir problem var idi. Richard tenis haqqında heç nə bilmirdi. ABŞ-ın ən təhlükəli məhəllələrindən biri olan Compton, Kaliforniyada yaşayırdı və cibində bir qəpik belə pul yox idi. O 5 il boyunca tenis jurnallarını oxudu, videolar izlədi, hərəkətləri öyrəndi. Tək başına, heç kimdən kömək almadan, məşqçisiz bir şəkildə. Sonra əvvəl Venusun, ondan sonra da Serena'nın əlinə bir raket verdi və onun qurduğu xəyal yavaş-yavaş həqiqətə çevrilməyə başlayırdı. Zəngin klubların atdığı köhnə tenis toplarını yığdı. Qızları ilə xarabalığa çevrilmiş ictimai kortlarda məşq eləməyə başladı. Dəfələrlə qangster qrupları tərəfindən qızlarını qorumaq uğrunda döyüldü. Bir dəfə kortu tərk etmədiyi üçün burnu, çənəsi, barmaqları qırıldı. Daha sonra dişləri söküldü. Richard bu hadisə qarşısında tarixə keçən bu əfsanəvi cümləni işlətdi. Tarix bu dişsiz adamı cəsarətin simvolu kimi yadda saxlayacaq. Richard Williams'ın gündəliyindən. Tenis ağların, zənginlərin və irqairi seçkiliyin idmanı idi və təbii ki də bu qara dərili ailə onlar üçün narahatlıq doğururdu. Bir gün qızları atalarından soruşdu ki, bəs ata, bu insanlar niyə bizə bu cür baxır? Richard da bu suala heç göz qırpmadan cavab verdi. Çünki bu qədər gözəl insanlara alışıq deyillər. Richard Williams qızlarını evdə təhsil aldırıb ki, tenisə daha çox vaxt ayıra bilsinlər. 2000-ci il Wimbledon turnirində gənc, qara dərili, güclü bir qadın mərkəz kortuna çıxdı. Tribunada tası dayanmışdı. Venus Williams ilk Grand Slam çempionluğunu qazandı və Richard göz yaşlarına hakim ola bilmədi. Ondan sonra Serena gəldi və Serena 23 Grand Slam çempionluğunu qazandı və tenis tarixində silinməz bir izə çevrildi. Onlar təhqirlərə, irqairi seçkiliyinə, amansız müqayisələrə dözməli oldular. Atalar onlara öyrətmişdi ki, ən güclü cavab raketlə verilər. Bu gün milyonlarla uşaq, qızlar və oğlanlar bilirlər ki, bəli, bu mümkündür. Çünki bir ata, onlar hələ xəyal belə qura bilməzdən əvvəl onlar üçün xəyal qurmağa cəsarət edə bilər. Kral Richard filmi Will Smith'in Oscar qazandığı rolunda Richard Williams'ın hekayəsini ekranlaşdırılıb.